daha hər kəsi xoş gördük. Bugünkü təqdimatım magistratura ilə bağlı olacaq. Bilirsiniz ki, gözünüz heç kəs bu barədə heç danışmır, heç təqdimatlar vermir, istər belə deyək, ekspertlər, heç biri niyə görə bilmirəm. Belə deyək, bu gün magistratura imtahanı 2 gün qalıb, artıq 2 gün vaxt qalıb, daha doğrusu sənəd qəbuluna, hansı ki 15 fevralda inşallah imtahan keçiriləcək. Biz bugün mənə maraqlı bir yer logosu və belə deyək, reklamı gözəl olan bir yerin qarşısından keçdiyim üçün elə buradan istədim həm magistraturanı reklam kimi qeyd edək, həm də buranın qarşısından. Belə deyək ki, adı gözəl səsləri, necə akademiya. Bir var necə, yəni necə gözəl, belə türkçə belə səslənir. Amma nice qəşəng akademiya deməkdir, gözəl akademiya deməkdir. Hər tərəfli reklamı çox superdir, maşallah. Belə deyək, amma düz icazə almadan qarşılarında çəkiliş aparıram. Amma ümid edirəm ki, əslində onlar üçün yaxşı bir reklam olacaq bu, hər tərəfli. Amma bugün biz təhsilə yönəlməliyik. Təhsildə belə deyək, səhv etmirəmsə, magistratura imtahanının xarici dil blokunda 6 ya 7 xarici dildən birini seçə bilərik. Bu xarici dillərdən Alman, Fransız, İngilis dili, Rus dili, Fars və ərəb dili qeyd olunur. Amma orada göstərir ki, mən bütün bunları seçə bilərəm xarici dil kimi, hansı ki Alman dilini keçməmişəm heç vaxt. Heç bir məktəbdə, orta məktəbdə, istər universitetdə. Onu da seçə bilərəm. Fransız dilini də seçə bilərəm göstərir və Rus dilini də seçə bilərəm, İngilis dilini də seçə bilərəm xarici dil kimi. Amma ərəb və fars dillərini seçməyi səhvdir göstərir. Əgər səhvdirsə, niyə qeyd etmişsiniz? Bilirik ki, magistratura blokunda, bilmirəm bu ildən necədirsə səhv. Mən hardasa 3-4 dəfə imtahanlarda iştirak etmişəm və izləyirəm. Səhv etmirəmsə, hər kəs istədiyi fən blokunu, hətta jurnalistikanı, riyaziyyatı bitirən, hətta jurnalistikaya da imtahan verə bilər, daha doğrusu seçə bilər. Yəni, belə fənlər də var. İxtisaslaşmalar da var, belə deyək. Amma mən bugün ərəb dilini və fars dilini seçmək istəyirdim. O bildirdi ki, səhvdir və bunu seçə bilmərəm ona görə ki, ya bu sahədə filologiya, yəni dil kimi mən bunu ixtisaslaşmalıyam, ya da tarix kimi onu gözəl bilməliyəm. Əgər mən onların ikisindən birini seçə bilmirəmsə, niyə qeyd etmişsiniz? Amma əslində burada gözəl hallar var, gözəl qeyd olunan hallar. 3 hal var burada. Həm hal var, həm hərəkət var, həm hərəkətsizlik var. Əgər mən burada bunu seçə bilərəmsə, niyə qeyd etmişsiniz? Ümumi hər kəs verə bilərsə, niyə qeyd edirsiniz? Yox, əgər seçə bilmərəmsə, məndən söhbət getmir, mən, sən, hər kəsdən söhbət gedir. Yəni, ümumi magistratura imtahan vermək istəyən hər kəsdən söhbət gedir, akademiya. Yəni, əgər tutaq ki, ərəb dilini seçək, gözəl hal odur ki, filologiya kimi, yəni artıq ixtisaslaşırıq deməkdir. Əgər biz ərəb dilini və fars dilini filologiya öz ana dili kimi biliriksə və yaxud tarix kimi bilməliyik deyib səhv qeyd edirsə, bu gözəl, qürur verici haldır. Əgər deyirsə ki, yox, ana dili və bilməyib keçirsənsə, deməli, onda bizdə bütün məktəblərdə, universitetlərdə ana dili, ərəb dili keçirilir, onda belə çıxır. Bir daha ana dili kimi keçirilir, onda belə çıxır, ərəb dili və tarixi gözəl öyrədilir. Onda belə deyək. Əgər elə hal hərəkətsizlik nədir burada? Bunu sizin nöqtənizə buraxıram, hərəkətsizliyi. Mən hesab edirəm, hərəkətsizlik çoxdur. Əgər hərəkətsizlik varsa burada, bəs niyə ana dilidirsə, türk dilini ana dili kimi, xarici dil kimi qeyd etməmişik? Türk dilini xarici dil kimi qeyd olunmuyor. Onda belə bir məsələ ortaya çıxır, hərəkət və ya hərəkətsizlik əslində ciddi hərəkətsizlik çıxır.
ana dilidirsə, bəs niyə türk dili ana dili kimi qeyd olunub, amma xarici dil kimi seçmə icazəsi verilməyib. Yəni belə bir hallar var. Ümid edirəm ki, gün vaxt qalıb onu bizə izah edəcək. Amma mən burada düzgün ekspertlərdən xahiş edirəm bu barədə məlumat versin. Mən əgər sevinərəm ki, hər kəs xarici dil kimi yox, ana dili kimi və yaxud filologiya öyrədən kimi və yaxud tarix kimi bilirsə, əgər səhv kimi ona görə qeyd olunursa, yenə burada belə bir hal, mən belə məntiqlə götürdüm. İndi siz necə məntiqlə götürürsünüzsə, xahiş edirəm mənə də bildirin. Amma mən istəyərəm ki, ərəb dilinə ixtisaslaşmaq üçün ixtisaslaşmaq istəyirəm. Belə deyək, mən ərəb dilini seçməyi çox istəyərdim. Deyir ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm türk dilini öyrənin. Çünki dünyada hər kəsin dili türk dilidir. Çünki onların dünyada uzun sürən hakimiyyəti olacaqdır. Ərəb dilini də öyrənin. Çünki axirətdə ancaq hər kəs ərəb dilində danışa biləcək. Başqa dildə heç kəs danışa bilməyəcək. Bu da o demək ki, Quranı gözəl bilmək lazımdır. Quranı biz ana dilimiz kimi bilirik. Əzbər, amma ana dilimiz kimi bilirik. Ərəb hərfqası ilə bilmirik. Yeri gəlmişkən belə deyək, Qarabağla Eintrachtın futbol klubuna da bu yaxınlarda bilməm, Fransa kimi göstərirlər. Səhv etmirəmsə Almaniyanın komandasıdır və yaxud ona da bir əslində çox baxmıram futbola, amma biraz baxıram əsas hissələrinə, maraqlı hissələrinə. Aynı ərəb hərfinin 18-ci rəqəmidir, onu da deyim. E kimi yazılır, belə deyək, E-A, amma aynı hərfi deməkdir. Oldu. İnşallah bu barədə 18-nə kimi, daha doğrusu səhv etmirəmsə 26-sına kimi bu qadağa götürüləcək. Mən ərəb dilini seçmə biləcəm. Mən hər kəs, yəni bu istər ərəb, istər fars dili. Amma əslində heç mən fars dilini ərəb dilinə yaxın olduğunu bilmirdim. Bu da mənim üçün öyrədici bir hal oldu. Onların niyə ikisini bir yerdə qoşa verdiklərini bilmədim əslində. Deməli, mən az bilirəmsə, xarici dil kimi onu seçə bilərəm. Əslində, orada göstərir ki, ərəb və fars dili ana filologiya və tarix kimi seçə bilərsənsə ki, sən onu seçə bilərsən. Yəni, onlar bu qədər yaxın dil olduqlarını əslində bilmirəm. Deməli, ixtisaslaşmaq üçün bilmədən haradasa öyrənib bilmək. Qismən bilirdim fars dili haradasa, amma ərəb dilinə o qədər yaxın olduğunu bilmirəm. Oldu, tamam. Amma məncə heç yaxın dillər deyil məncə. Nə fars dili, nə ərəb dili. Mənim fikrimcə onlar təmiz 50%. Misal üçün necə gözəl illərə deməkdir. Amma nice ingiliscə həm də qəşəng deməkdir. İngilis dili ilə türk dili də bir-birinə çox yaxınlaşır. Həmçinin ərəb dilində də yəqin fars dili elə yaxınlıqları var. Oldu, biz dil olaraq başlanğıç üçün əslində bilmədiyin dili seçmək lazımdır. Bildiyin xarici dili fən blokun heç vaxt keçməyən insanlar seçə bilər. Keçən insanlar xarici dil kimi xarici dili seçə bilməz. Bildiyin bir şeyi xarici dil kimi seçə bilmərsən. O xarici dil hesab olunmur. Onda gözəl bir haldır ki bu, onda ona ana dili kimi götürür. Ana dili götürürsə, bəs niyə onda səhv kimi qeyd edir? Onda türk dilini niyə xarici dillər blokuna qəbul etməyib? Belə. Oldu, tamam. Necə akademiyanın reklamında çox gözəldir. Necə gözəl akademiyalara